Aha, 64-cü testə baxırdıq. Reservoir. Mən Bəli. bu 64-də cavab mən də yazmışam burada, amma cavabı B vermişdilər. Burada bu Mən bu əlaqəsi fikirlə yoxdur ki. razılaşmıram. Bilirəm bir veriblər. Qulaq Mən asın. də razılaşmıram. Reservoir əslində söz olaraq source ola bilər. Yox, əslində, daha doğrusu əslində uşaqlar store şeydir də, ambarıdır. Neysə ambarı. Mənim çəndir də, nefti yığmağa çəndir. Mənim statım Ambar depodur. Ambar depodur. Bəli. bəli. Mətndəki mənasını soruşursa, what does the word mean in the passage? A deep mud reservoir connected to the surface of the earth is the source. The source burada varsa, heç vaxt bu ola bilməz də, yəni. Yer kürəsi səthinə bağlı olan dərin palçıq deposu, hövsəsi. Belə deyim də, şeydir. Burada ikisi də ola bilər. Bunun söz olarak sinonimi pontdur, store'dur. İkisi de olabilir burada. Prosto dərin, burada mənaya uyğun pont daha çox uyğundur. Su hövsəsi deyək də, hövsə kimi gedir. Palçıq hövsəsi. Bu püskürmənin, eruption də püskürmənin mənbəyidir. İkisi də doğrudur əslində. Mətndəki mənasına amma pont daha çox uyğun gəlir. Aydındır? Mənim pont gölməsə kimi getmir ki. Gölməçi hövsə, amma söz olaraq rezervuarın konkret sinonimi pontdur. Amma depo kimi, su deposu, palçıq deposu daha doğrusu burada gedir. Yəni bu ümumiyyətlə magistr test toplusunun mətnləri yaxşıdır, amma bu sinonimlərini falan seçin deyəndə Çox belə də, iki başlıdır. yazılar. İkisi də ola bilər burada, pont da ola bilər, store da, çünki ikisi də onun sinonimidir. Amma source qəti deyil, source dəqiq deyil. Spring nədir bəs? Bu bahar mənasını bilirik, amma burada başqa mənası da var springin. Bulaq mənasıdır. Yaz bulaq. Bulaq. 65'te var mı sual olan? 65'te var. Yoxdur mənim. Keçir passage 14-ə. Yaxşı. Keçdik passage. 1.3. 1.1. 1.1. Bu şeydir. Qəbula düz 3 dəfə düşən mətndir bu. 1 nöqtə neçə? 1. Loss of communication may lead to some psychological and social problems. Lead nədir özü olaraq? Və lead to çox düşür mətnlərdə fikir verirsəz. Lead to aparır. Etmək deyil mənim. Səbəb olmaq deyil. Lead rəhbərlik etmək deməkdir. Lead to səbəb olmaqdır. Cause-la sinonimdir. Səbəb olmaq, aparıb çıxartmaq. Result in-lə sinonimdir. Çox düşür mətnlərdə bu. Lead to-nu cause-la, result in-lə əvəz etsə bu səhv deyil. Deməli, kommunikasiya may lead to some psychological and social problems. Əlaqə itkisi, yəni bəzi psixoloji və sosial problemləri aparıb çıxara bilər. Mən nə burada? Baxın. Failure of communication. Burada failure of communication deyir. O da loss of. Failure nə deməkdir? Uğursuzluğa uğramaq. Belə deyək. Uğursuzluq. Ay sağ ol. Kommunikasiya ünsiyyət uğursuzluğu ilə most of our problemlərimizin çoxusu from the generation gap to high divorce rate. Divorce nədir uşaqlar? Divorce. Ayırmaq, belə sərhəd qoymaq falan. Boşanma. Yüksək boşanma norm. Generation nədir? Generation gap əvvəlki lüğətlərimizdə var idi. Generation yaratmaq. Nəsildir, nəsil Nəsil xəritəsi. Nəsil xəritəsi. Bir çox problemlərimiz nəsil boşluğundan tutmuş yüksək boşanma normasına qədər, and some forms of mental illness, mental, əqli illness xəstəliklərin bəzi formalarına səbəb olur da, yəni bu ünsiyyət uğursuzluğu. Deməli, bu doğrudur da. Burada da tam açıq verməyib, qısaldıb deyib ki, failure yerinə loss yazıb, some psychological orada mental, düzdür? Mental problem, illness deyil. Mental xəstəlik. Burada da psixoloji
problem deyir. Social problem, sosial problemlər də nədir orada? Generation gap, prosto açıq növlərini sadalayıb, high divorce rate. Başa düşdünüz? Deməli, bu truedur. Bəli. Başqa? 1.3. 1.3 mənim. Mən bir dənə burada adlara bir şey baxıb sizin adlarınıza bir şey soruşacağım. Mən də onlaynda bir qız yazmışdı ki, bir xanım burada bir dərs baxmaq istəyir. O həmin xanım nədir? Mən yazmışdım, amma elə ki Qonça xanım başqa qrupa yönləndirib, o dərsləri izləyəcək. Hə, Ona görə qoşula bilmədi bu gün. hə, necə istəyir. Sən belə canlı qoşulmasına usta ehtiyac yoxdur ki, linki də ata bilərsən, baxar. Doğrudan indiyə qədər Aha, tamam. keçdiyim linklərdə, məsələn, keçən dərsin linkini falan göndərərsən, baxar da. Sırf canlı baxmasına ehtiyac yoxdur ki. Yaxşı müəllimə, təşəkkür. Aha. 66 nöqtə neçə? Müəllim. Neçə? 3. 3. 60. After the evening news television bu yeni attığım lüğətdə broadcast sözü var idi. Nə deməkdir broadcast? Xəbər yayım deyil. Xəbər, Veriliş belə. Yayımlamaq. 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 Sinonimi nə idi broadcast sözünün? Televizordur da kökü. Televise. Televise. Öyrənmisiniz lüğəti? Bəli. Növbəti dərs bu lüğət əsasında mətn atacağım. Bugünkü mətnimiz onun əsasında deyil. Dedim ki, öyrənin. Növbəti dərsdə atacağım lüğət sırf onun əsasındadır. Özü də biraz çətin mətndir. Bir səhifədir, çətin mətndir. Çətindir. Gördünüz, sözlərinə də fikir verdiniz. İlk 20 dənə söz başım çətin sözlər idi. Hə, çətindir həqiqətən. Deməli, prohibit nədir bəs uşaqlar? Bunu da əvvəlki lüğətlərdə Bu keçir. sərgilənmək deyildi müəllimə səhv. O Müəllimə exhibit. qadağan etmək deyil. Qadağan etmək. Qadağan etmək. Sərgiləmək. Sinonimi də bən idi, düzdür? Bən. Ban, prohibit, forbid. Bir dənə də forbid var. Qadağan Akşam olunur. xəbər yayımından sonra, daha doğrusu after the evening news, axşam xəbərlərindən sonra television broadcasting, televizor yayımı prohibit, qadağan edilir bütün dünyada. Burada elə demir. Suggested deyir, təklif edilir. It's suggested that for 60 to 90 minutes each evening, right after the evening news, all television broadcasting should be prohibited by law. Təklif edilir ki, hər axşam 60 dəqiqədən 90 dəqiqəyə qədər deməli, axşam xəbərlərindən sonra bütün televiziya yayımı qanunla gərək qadağan edilsin. Bu suggested, təklif edilir ki, belə bir şey olsun. Amma burada isə deyir ki, bütün dünyada həm orada 60-90 dəqiqə deyir, burada ümumiyyətlə deyir ki, qadağan edilir bütün dünyada. Nə o müddəti verib, nə də suggesti verib. Başa düşdünüz? Bəli. Ona görə false. Bəli. Sonra 60 nöqtələr 67. 67. true false'larda qaldı səhv edən, true false'larda səhv edən. Xeyr. Which of the given sentence can start the short paragraph? Üçüncü paragraf hansı cümlə ilə başlaya bilər? Recreational reading. Recreational nədir uşaqlar? Deyildi müəllimə. İstirahət. İstirahət məqsədli oxuma in this regard can have benefits for our concentration. Bizim konsantrasyonumuza benefit nədir uşaqlar? Fayda. Faydaları. Faydaları. Yəni burada fikir verin, readingdən danışır da əsasən konsantrasyonumuza, lüğətimizə, oxuma və writing skills, yazı bacarıqlarımıza. Deməli, istirahət məqsədli oxuma. Oxumaqdan danışırsa readingin adını görsüz bir burada çəkir, başqa görə başqa bir cavabda çəkirmi? Yoxdur məncə. Bax, with free time and no TV, children and adults may rediscover reading. Boş vaxt olduğu zaman və televizor olmadan uşaqlar və adults, yetkin insanlar, yetişkinlər oxumağı yenidən kəşf edə bilərlər və bu istirahət məqsədli oxuma da öz növbəsində bizim söz ehtiyatımıza, oxuma yazı bacarıqlarımıza faydaları ola bilər. Görürsünüz, sonra yenə bu oxumaqdan danışır.
Anladı uşaqlar. Siz nə yazmışdınız səhv edənlər? Mən A götürmüşdüm. B variantı yazmışdım müəllim. Uşaqlar, babysitters, bu dayənin digər tərəfdə bu haqqda məlumat var. Haqqında məlumat olan cümlə həmin paragrafın ilk cümlə. C yazmışdım mənim. Watching TV makes people active. Sən konkret yerindən vurmuşsan, burada televizora baxmaqdan danışırsan ki, televizora baxmaq insanları aktiv edir və ailə problemlərində daha diqqətlidir. Amma arxasınca cümlədə reading, oxumaqdan danışırsan. Bu ola bilməz. Spending more time in front of TV enables people to write well at the university level. Bu cümlə var. At the university level, educators report that. Prosta onun tam əksini verir. Baxın, at the university level. Həmin ifadələri sən növbəti cümlələrdə görürsənsə, yenə də o cümlə ola bilməz. Əksinə burada generation growing up with television can hardly write a good sentence even at the university level. Televizor ilə böyüyən bir nəsil hətta universitet səviyyəsində yaxşı bir cümlə yaza bilmir. Sən burada isə həmən cümləni təzədən təkrar edirsən, amma tam əksini təkrar edirsən. Təkrar cümlələr doğru deyil və the older generation spends their time without TV and enjoys themselves. Bu cümlə də mətndə var. Sonluqdaydı. Elə bir cümlə verilmişdi. The older generation can remember their childhood without television. Their time spent partly with radio. Yəni bu mətndə həmən ilk cümlələrə rastlaşırsansa, təkrar cümlələr ilk cümlə ola bilməz. Hər paragrafın ilk cümləsi ola bilməz. Aydındır? Bəli. Divorce nə oldu uşaqlar? Divorce. Boşanmaq. Boşanmaq. Rate nə Boşanmaq. oldu? Keçən dəfə də rate sözü var idi. At the same rate. Keep up with fiilini xatırlayın. Saxlamaq. Rate degree kimidir də norma, dərəcə, norma, dərəcə. Keep up with nə idi? Keçən dəfəki mətnimizdə var idi. To do or to Ayaqlaşmaq. at the same Nədə rate. ayaqlaşmaq? Ayaqlaşmaq, Ayaqlaşmaq. Ayaqlaşmaq. Bəli. Reasonable nədir uşaqlar? Praktik, yəni Fair, practical, sensible. B. Practical sensible. Logical. Logical nədir logical? Məntiqi, ağlabatan. Reasonable, məntiqi, ağlabatan deməkdir. Həm də reasonable-ın uyğun mənası da var. Suitable-ın sinonimi. Suitable nədir? Uyğun, müvafiq. Reasonable-da. Deməli, reasonable məntiqli, ağlabatan, ağıllı, fair, practical, sensible-ın sinonimidir. Sensible-ı da sensitive-lə qarışdırmayın. Sensitive nədir? Bugün atdığım lüğətdə var idi bu da. Sözlərin sinonimləri. Sensitiv hassasdır deyəsən. Bəli. Sensitiv ağıllıdır. Sensitive həssasdır, kövrəkdir, amma sensible ağıllıdır, məntiqidir. Bəli. Və sensitive-in sinonimi nə idi? Həssas kimi, kövrək, qırıla bilən. That can be broken. Bu ilə başlayan uzun bir söz idi. Vulnerable. Vulnerable, fragile. Sensitive. Yes, fragile. 68-də var səhv edən. No. 69-da dedizdə onda. Fair, practical, sensible. Bəli. Hə, mən onu səhv. 70-də üçüncünü götürməmişdim. What would happen if the hours spent in front of TV were decreased? Decrease nə deməkdir? Azaltmaq. 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 Televizor qarşısındakı saatlar azaldılsaydı, what would happen? Nə baş verərdi? Nə baş verərdi? Elə mətndə ondan danışır da. Burada decrease yəni without the distraction. Distract nədir? Bu sözü keçmişdik ki, hatırlarım lüğətdə var idi, atmışdım. Distract. Don't distract me while I'm working. Fikrini yayındırmaq. Televizorun yəni fikrimizi yayındırması olmadan they might sit around together after dinner. Nahardan sonra deməli birlikdə otura bilərlər and actually talk to one another və bir-birləri ilə söhbət edə bilərlər. Hə, deməli televizor olması nə baş verərdi? Onlar birlikdə oturub naharda söhbət edə bilərdilər. Aydın oldu? Bəli. Əlavə olaraq nə götürmüşdün?
Əlavə heç nə. Bir dənə 5-i götürmüşdüm, qalanlarını tapa, yəni 1, 2, 4-ü götürmədim. Bir dənə 3-də qalmışdım arada, onu da götürmədim. Aydın. İndi dinləmə eləyirik. Ekrana verəcəm dinləməni. Aha, oxuyun, səsləndirirəm. Müəllimə, postpone nə deməkdir? Orada üçüncü sualda B variantında. Postpone, cancel, delay, put off, təxirə salmaq. Və bugünkü lüğətimizdə var idi atdığım sözdə. Delay, postpone yazmışdım. Təxirə salmaq. To change the time of something to the later time. Later nədir? Later daha sonraki. Yəni nəyinsə, bunun definitionu belədir ki, nəyinsə vaxtını sonraki vaxta salmaq. Burada diqqətli olun. Yəni təxirə salmaq. Tamam, çox sağ olun. Müəllimə, schedule cədvəli idi. Hə, schedule cədvələ salmaq, proqrama salmaq deməkdir. Elə bil, məsələn, planlayırsan da falan saatda falan şey edəcəm. Mən bir 5-10 saniyə səsləndirirəm. Hi, Anna. Do you have a minute to talk about the meeting next Tuesday? Sure. We said 11, didn't we? Yeah, we did, but I have a bit of a problem with the time. Would it be possible to move it? Oh, I see. We could postpone it to the afternoon to 1 p.m., for example? Or bring it forward to earlier in the morning. What would suit you? Could we make it 9 o'clock? That would really help me. I have another important meeting in the central office at 12. No problem. It's important you're there. Thanks a lot, Anna. Do you need help with any preparation? Did you get the agenda I sent out? Yes, I did. And no, that's all fine, thanks. My report is ready, and I'm looking forward to presenting it. Great. I can tell Sven about the time change. I'll see him later. Don't worry about telling Sven. I'll send an email to everyone to confirm the time has changed, and with an updated meeting invite. Great. Thanks, Anna. Okay. I'm happy that works for you. We really need you there, and it's good we don't have to cancel it.
See you then. Have a good weekend in the meantime. You too. Hi, Anna. Do you have a minute to talk about the meeting next Tuesday? Sure. We said 11, didn't we? Yeah, we did, but I have a bit of a problem with the time. Would it be possible to move it? Oh, I see. We could postpone it to the afternoon to 1 p.m., for example, or bring it forward to earlier in the morning. What would suit you? Could we make it 9 o'clock? That would really help me. I have another important meeting in the central office at 12. No problem. It's important you're there. Thanks a lot, Anna. Do you need help with any preparation? Did you get the agenda I sent out? Yes, I did. And no, that's all fine, thanks. My report is ready, and I'm looking forward to presenting it. Great. I can tell Sven about the time change. I'll see him later. Don't worry about telling Sven. I'll send an email to everyone to confirm the time has changed, and with an updated meeting invite. Great. Thanks, Anna. Okay. I'm happy that works for you. We really need you there, and it's good we don't have to cancel it. See you then. Have a good weekend in the meantime. You too. Yazdınız uşaqlar, yoxsa yazırsınız? Müəllim, biraz gözləyərsiniz. Gözləyirəm, Nurhat xanım. Bitirəndə deyin. Mən bitirdim. Aha, baxaq.
Deməli, düzgün cavabları ekrana verim. Bir B, 2D, 3C, 4 C, 5C. Kimdə hamısı düzdür? Məndə Məndə bir 4 səhv var. Məndə də 3 səhv çıxdı. Məndə də 2 səhv. Bir dənə səhv. Aha. Baxaq. Birincidə səhv edən var. Müəllim mən. Aa, mən də. Onu təxirə salındı. Ondan sonra 11 düşündülər onlar. Yo, bax bir dəqiqə mən indi birdən geri gəlib getmək üçün ay Mhm. bir saniyə göstərəcəm sizə. Bu onlayn dərsdə eyni səhifədə olmayan da biraz. We said 11, didn't we? En başta deyirik biz 11 demiştik. Elə değil mi? Bu niye geç açıldı? Ha, bax. Ay mənim axı onların birinci deyir, hə, birinci 11-də gör şey deyir, sonra təxirə salırlar, vaxtı dəyişdirirlər. Mən ona necə fikir vermədim. Ay Allah, əsəblərim pozuldu. Zoom'a Bəlkə müəllim siz əgər mümkündürsə, səsi açasınız, o daha rahatdır bizim üçün. Qayıdıb mətnə baxmaqdansa. Yox. Onda story olur, vəbşəm. Yaxşı, mən Doğru. belə deyəcəm. Götürüb bağladım onda. Məsələn, şeydə də dərsdə də proyektorunu keçirəm, canlı dərsdə. Prosta orada bir də ekrana vermək olmurdu. Ondan sonra proyektorda arxada, o səhifədə, o səhifə istənilən vaxt gedə bilirəm. Bu onlayn dərsdə bir də bunu share elə, onu share elə gedir. Hə. Bax, bura baxın. Do you have a minute? Görürsünüz ekranda. Bəli. Bəli. Do you have a minute to talk about the meeting next Tuesday? We said 11, didn't we? 11 demiştik, elə değil mi? Deməli, ilk görüşməklər 11 olub. Sonra buna could we make it 9 o'clock? 9 edə bilərikmi? Təklif edir. Bəli. It would really help me. Saat 12'də də bunun vacib görüşü var. 9, bir də indi bunu nəyə görə deyirəm? Bundan sonraki suallarda şey olacaq da, yəni bir dənə orada sualımız olacaq. 9 önə çəkil. Amma delay, postpone, put off, change the time to the later time. Vaxtı daha sonraki vaxta keçirmək, yəni təxirə salmaqda. Vaxtı əvvələ keçirdəndə siz onu delay, postpone, put off demirsiniz. Cancel demirsiniz. Aydındır? Mesela orada hansısa bir sual var, 3-cü sualdır deyəsən. Ona görə səhvdir. Bax, indi sizin sualınızda the meeting first planned. İlk dəfə nə zaman planlanıb? Deməli, saat 11-də. Aydındır? Bəli, bəli. Ha. Bildim. İkidə sual olan var idi, ikidə. Bəli, var. Orada birinci cümlədə deyir ki, Lucy is nervous about her presentation. İkinci cümlədə isə deyir ki, is looking forward to her presentation. Nervous nədir uşaqlar? Narahat kimi. Narahat. Bəli, narahat, belə əsəbi. Look forward nədir? O səbirsizliklə gözləyir deyir. Dörd gözlə. Səbirsizliklə gözləmir. İndi bax burada Lucy nə deyir? My report is ready and I'm looking forward to presenting it. I'm looking forward to presenting it deyir. Yəni mən səbirsizlənirəm. Amma orada nervous deyir. Deməli, bir səhvdir, iki düzdür. Aydındır? Sonra bir də ki, 3-də deyir Anna has already sent. 4-də deyir will send the agenda later. Has sent hansı zaman idi? Has sent deyəndə nə deyir orada? Artıq göndərdim kimi. Artıq göndərdi deyir. Amma will send the agenda. Göndərəcəm. Göndərəcək. Amma burada göndəri baxın. Çünki Ana əgər deyirsə, did you get the agenda I sent out? Göndərdiyim ajandanı aldımısanmı? deyə soruşursa, deməli Adnan artıq bunu göndərib. Başa düşdünüz? Has already sent olmalıdır. Sonra 3-ə baxa bilərsiniz. neçə? 3. 3. 3'te isə
Bəs odur. Deməli qaydım. Ay, bir dəqiqə yox. Bu üstündə bir dənə bir cümlə göstərim, sonra testə qayıdıram. Bax burada nə qeyd edir? Lucy deyir ki, I can tell Sven about the time change. Vaxt dəyişikliyi haqqında Svenə deyə bilərəm. Ana nə deyir? Don't worry about telling Sven. Svenə deməklə bağlı narahat olma. I'll send an email to everyone to confirm the time has changed. Vaxtın dəyişməsini təsdiqləmək üçün hər kəsə e-mail göndərəcəm deyir. Deməli, ana başqalarına deyəcək bu haqda, düzdürmü? İndi qayıdıram testə. Bax, C-yə baxaq. Ana will tell the others about the time change. Ana başqalarına deyəcək. Bəli, necə deyəcəkdi? E-mail göndərəcək, düzdür? Yəqin ki, A ilə B-ni yazmısınız. Bayaq mən nə dedim? Dedim ki, cancel, postpone, put off, delay, change the time to the later time'dır. Vaxtı başqa vaxta, sonraki vaxta keçirməkdir. Amma burada 11-i 9-a keçirirlər, əvvələ keçirirlər. Burada postpone eləmirlər. Mən orada Y götürmüşdüm. Orada 1 PM işitmişdim. Mən də. Nəsə belə bir Mən yerdə. də götürmüşdüm. Yeni görüş vaxtı 9-dur. 1 PM-i demir axı heç. Yox. 1 PM bir yerdə deyir ki, birinci deyir ki, we could postpone it to the afternoon to 1 PM. Biz bunu saat 1-ə deyir, təxirə sala bilərik. Or bring it forward to earlier in the morning. Bax, görürsünüz, 9-a keçirdəndə nə deyir? Deyir ki, ya da səhər vaxtı daha erkənə forward çəkə bilərik. Hansı sən uyğundur? What would suit you? Hansı sən uyğundur? Sonra deyirlər ki, bu vaxtda çək. 2 dənə təklif edir. Ya günorta saat 1-ə postpone eləmək, təxirə salmaq. Ya da forward to earlier in the morning, səhər daha erkən almaq. O, səhər erkənə almağı 9-u seçir. Yeni görüş vaxtı 9 olur. Aydındır? Bəli. Aydındır. Okay. 4-də mən səhv eləmişəm. Bir dənə 4-ə baxaq. 4 adından da bəllidir də. Mənim axı orada agenda haqqında da gedir axı. Arrange, daha doğrusu, agenda. Görüşü arrange, təşkil etmək. Görüş təşkil edilib artıq. İlk cümlədə deyir ki, could we talk about the meeting next Tuesday? Bu görüş artıq təşkil olunub next Tuesday. Sadəcə vaxtını dəyişmək istəyir. Görüşün vaxtını dəyişiblər. Aydındır? Bəli, bəli. Var başqa sual olan? 5-də falan. Yox, mənim qalmadı da. Okay. Xeyr, müəllim. Bu dərsin bitməsinə 6 dəqiqə qalıb. 6 dəqiqədə mən sizdən sözləri soruşuram. Deməli, kimlər öyrənib sözləri? Öyrənmişəm. Başqa? Heç kəs? Mən öyrənə bilməmişəm. Baxmışam Mən də müəllim. öyrənə bilmədim. Sabah məntiq var, ona görə çatdıra bilmədim. Heynas. Mütləq növbəti dərsi öyrənin. Çünki atacağım o mətn bununla əlaqəlidir. Heinous, disgusting, they are synonyms. Disgusting iyrəncdir. Bəli, iyrənc, diksindirici. Diksindirici. Sinonimləri başqa nə idi bunun? Heinous, disgusting, Odious var, nasty var, nasty, düzdür. discussion. No, that's all. Heinous, disgusting, odious, and nasty. And condemn. Condemn, to say strongly that something İtham etmək. bir növ, bəli, qınamaq, pisləmək, itham etmək. And its close meanings, yaxın mənaları. Denounce, change. Battery, yes, when our battery is low, we charge it. Yes, charge is also condemn. Charge, həm şarj etmək, həm də ki, qınamaq, pisləmək, itham etmək. Sinonimi bir dənə də var. Bir dənə dedin sən, düz dedin. Denounce. Denounce. Aha. Düzdür. Bir dəqiqə. Atrocity. Atrocity, barbarism. What is it? Barbarism. Barbarism, brutal, violence. Violence-dan bəlkə bilərik. Violence. Vəhşilik, işgəncə. Bəli. Vəhşilik, qəddarlıq, amansızlıq. Atrocity, barbarism, violence, brutality, brutal da çox düşür. Brutal, qəddar, amansız, brutality, qəddarlıq, amansızlıq. Sizin mətninizdə atrocity sözündən rastlaşacaqsınız.
atrocity, barbarism, violence, brutality, belə. And what is inflict? Bu da var orada, inflict. İnflik zərb etmək, indirmək, itki vermək. Zərbə endirmək, itki vermək, düzdür. Hit, bir növ hit, düzdür. Hit də zərbə vurmaqdır. And casualty, Zərər çəkmək, fəlakət. Zərər çəkmək. zərər çəkmiş Yəni şəxs veya fəlakət. mənası Fəlakət. fəlakət. Fəlakət başqa nə idi? Fəlakət. Fəlakət. Earthquake, volcano, flood, what's the common name of them? Disaster. Disaster. Prosta disaster təbii fəlakətdir. Casualty like tragedy. Başımıza gələn bir fəlakətdə o hadisə kimi gedir. And what is deməli dəqiqəti. Yadıma publicity. Public nədir? Public holiday istəyir ya. Public holiday. Hüquqi şəxs. Hüquqi. Reklam, İctimai. reklam İctimai. təbliğat. Ay sağ ol, publicity, reklam təbliğat. Reklam bildiyimiz belə o reklam nədir başqa? Promotion. Promotion, düzdür. Aha. What is espouse? Espouse has two meanings. Espouse, get married, yəni Evlənmək mənası var. Evlənmək. həm də adopt. Adaptə olmaq. Adapt olmaq, adaptasiya. O dediyiniz adapt yazılır. Adapt oxunur, adapt. Adopt ama I don't have a child. I'd like to adopt a newborn baby. Qəbul eləmək, razılaşmaq kimi Razılaşmaq, qəbul eləmək. Himayəsinə götürmək, himayəyə götürmək. himayəsinə. Himayəsinə götür. Uyğunlaşma da ola bilər. Uyğunlaşmaq adapt. Adapt o. Onunla olanın Anxious, çox keçmişik bu sözü. Anxious. Anxious, worried. Narahat. Narahat, təlaşlı. Bir dənə də sinonimi var idi bunun. Concerned. Konsert. Yes, concerned. And keçən dərsin linklərini atmışdım, düzdür, rekordlarını, qrupa atmışdım. Bəli. Bəli, mən. Atmışsınız. Televise, bayaq da dedik. What is televise? Mətndə. Broadcast. Yayınlamaq. Yayımlamaq. Yes. And what is aftermath? Aftermath. Nəticə, aqibət. Nəticə olaraq. Hansı bir hadisə. Sinonimi Sonu. After effect. after effect. Düz. Effekt. Belə. Və religious. Din. Dini. Düz. Din. Uşaqlar, saniyələr qalıb bitməsin. İstəmirəm belə sağollaşmadan bitsin. Növbəti dərsə mütləq şəkildə öyrənin. Bunun şey olacaq, mətni olacaq. Yaxşımı? Yaxşı. Yaxşı. Oldu. Gecəniz xeyir. Sağ olun. Gecəniz Sağ olun. Sağ olun. Sağ olun.